Bugün eyni zamanda daha bir grup xarici media nümayəndəsi aksiyanın keçirildiyi yerdə olub. ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Kanada və İspaniyadan olan jurnalistlər ərazilərimizdə ekoloji terrora son qoyulması tələbi ilə keçirilən aksiyanı yaxından izləyib, ekofəallarla söhbət ediblər. Azərbaycan milləti qoruyacaq şərbəti. Azərbaycan milləti qoruyacaq şərbəti. Tam-tamına 78 gündür ki, Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində etiraz aksiyaları davam edir. Hazırda yolun Laçın istiqamətindəyik və yolun əks istiqamətində, yəni Xankəndi istiqamətində də eyni mənzərə hökm sürür. Ekofəallar etirazın 78-ci gününü də yüksək əzmlə keçirib. Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirən aksiyaçıların tələbləri dəyişməyib. Xankəndi Laçın yolunda aksiyanın keçirildiyi ilk gündə olduğu kimi indi də sərbəst hərəkətə heç bir maneə yoxdur. Humanitar məqsədlər üçün daim açıq olan yoldan bu gündə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub. Azərbaycan torpağının sərvətlərinin heç kəs Azərbaycandan icazəsiz istismar edə bilməz, Azərbaycandan xaricə apara bilməz. Yolumuz haqq yoludur. Biz cavanlarımıza tam dəstəyik. Azərbaycan milləti qoruyacaq sərvəti. Bu bizim şüarlarımızdan biridir. Bu şüarda dediyimiz kimi təbiət və milli sərvətlərimizi mühafizə etmək üçün buradayıq. Hazırda olduğumuz məkan bizim üçün müqəddəs bir məkandır. Çünki biz burada haqlı mübarizəmizi aparırıq. Bu mübarizəmiz tələblərimiz yerinə yetirilənə qədər davam etdirəcəyik. Bu gün həm də bir qrup xarici media əməkdaşı aksiyanın keçirildiyi ərazidə olub. Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Türkiyə, Kanada və İspaniyadan olan jurnalistlər ərazilərimizdə ekoloji terrora son qoyulması tələbi ilə keçirilən aksiyanı yaxından izləyib, ekofəallarla söhbət ediblər. Təbiətlə bağlı narahatlığımız var. Gözəl ölkənin məhv edilməsinə görə hər kəs narahat olmalıdır. Düşünürəm ki, bu insanlar vətənlərinə görə etiraz etməkdə haqlıdırlar. Bu ərazilərdə nə baş verdiyini bilirik. Burada gördüklərim məndə müəyyən təəssüratlar yaradır. İndi vəziyyəti daha yaxşı başa düşürəm. Burada baş verənlərlə bağlı çoxlu saxta məlumatlar yayılıb. Lakin biz burada yalnız insanların təbiətlə bağlı etiraz etdiyini gördük. Beləliklə, bizdə müəyyən təəssürat yarandı. İnsanların təbiət üçün etirazı çox qürur vericidir. Yolun humanitar məqsədlər üçün açıq olduğunu isə özüm gördüm. Ərazilərimizdə qanunsuz istismara və ekoloji cinayətlərə qarşı ekofəalların təşkil etdikləri aksiya ötən ilin dekabrın 12-sində başlayıb. Fəallar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirməyə əzmindədirlər. Elnur Tofiq, Elmin İsfəndiyarov, Rüstəm Mikailzadə, ASTV xəbər.